Din dili əsasən möcüzəvi dildir. Ən qədim mətnlərdən bu günümüzə qədər aktiv istifadəsinə baxacaq olacaqsa, adətən insanın bu dili daha asan anladığı nəticəsinə gələ bilərik. Hekayələrlə, məsəllərlə bir mövzunu danışmaq, bir əsas mesajı bir hekayənin, bir öykünün içində vermək və dinləyici auditoriyasının zehnində bir rəsm yaratmaq bu dilin ana xüsusiyyətidir. Dinlər tarixində daha çox miflər belə bir rol oynayır və miflərin ana temalarından, mövzularından biri də yaradılışdır. Bunları bir çox dində sıradan insan hərfi, yəni literal qəbul edib anlayır ki, problem də daha çox buradadır. Məsələn, Semitik əlindəki Adəm-Həvva hekayəsi. Bu hekayə insanın yeryüzü macərasındakı əhəmiyyətli mərhələləri, yasaq meyvə ilə özgür iradə, çıplaqlığını fərq etməklə dəyər inkişafı, dəyər gəlişimi, isimlərin öyrədilməsi ilə dil inkişafı, Adəmə verilən cəza ilə tarıma keçişin anlatılması kimi məsəl üçün təsvir edildiyi bir hekayə olaraq örnək vermək mümkündür. Ancaq hər dindən sıradan inanan bu hekayələri adətən genel olaraq simvolik yox, literal, hərfi algılar. Bir çox yaradılış mitində qadın ikinci dərəcəli və ya pasiv bir rolda rəsm edildiyi üçün dini literaturadakı bu hekayələr qadınların ən başdan və ya yaradıcının iradəsi ilə ikinci dərəcəli mövqedə olmalarına dəlil olaraq göstərilməkdədir. Çindəki yin və yang ikilisi barədə yorumlardan Semitik ənənədəki Adəm-Həvva təsvirinə qədər bunun nümunələrini göstərmək olar.